Bir daha hər vaxtınız xeyir olsun qrupdaşlarım. Bu Danimarkada 4-cü Kral Kristianın sarayıdır. Və bu sarayda bunun kralın yataq çarpayısı var. Mən indi sizə bu çarpayı haqqında məlumat vermək istəyirəm krallar. Baxın, 4-cü Kral 4-cü Kristian ən hündürboy və ən kök adam olubdu. Amma baxın, bu yataq sanki bir uşaq yatağıdır. Və sir nədir? Məlumat üçün bildirim ki, krallar həmişə ölümdən qorxublar. Ona görə onlar ən çox qorxduqları ölüm mələkləridir. Və krallar yatanda onlar uzanmırdılar. Bax, belə dik söykənib yatırdılar ki, ölüm mələyi gələndə görsün ki, bunlar yatmayıb, oyaqdılar və ölüm mələyi bunları oyaq görüb çıxıb geçsin. Bax, ona görə bax, bu cür batı inançları olubdu kralların. Ümumiyyətcə, tarixən həmişə krallar ölümdən qorxublar. Bu belədir. Amma ölümdən qorxmaq lazım deyil. Ölüm də zamanında gələndə o da bir sevgi, məhəbbətdir. Qovuşursan ona əbədi. Amma Allah heç bir kəsə, heç bir ailəyə vaxtsız ölüm qismət eləməsin.